Axşamınız xeyir canlarım, necəsiniz? Uzun bir müddətdən sonra, uzun bir aradan sonra, hardasa 4 aya yaxın mən yeni video paylaşıram. Nəhayət bu qız bu YouTube'a da bir video atdı da. Nəhayət yadına düşdü ki, YouTube'u var. Elə deyil təbii ki də, sizi əsla unutmaram. Bu 4 ay ərzində dişlərimdə müalicə gedirdim. Ümumiyyətlə hələ də tam bitmiş deyil. Tam bitib qurtardıqdan sonra sizə bununla bağlı bir video paylaşacağam. Ümumiyyətlə çox dişə aid proseslərin demək olar bir çoxundan keçə-keçə gedirəm. İndi hal-hazırda ürək rahatlığı ilə deyib gülüb danışa bildiyim üçün bu gün dedim yeni bir video paylaşım və bu video əslində bir çoxumuza lazım olandır məncə. Burada hər hansı bir məsləhət və yaxud da təsdiq olunmuş elmi məlumatlar gözləməyin. Bu bir söhbət videosudur. Qız-qıza söhbət. Düşünürəm ki, qızların bəzən buna ehtiyacı var. Ən çox da 20'li yaşlarda olan qızlar üçün çəkdiyim bu video. Özüm 20'li yaşlardayım. Ətrafımda 20'li yaşlarda olan çox insan var. 21-dən 28-ə qədər həyatlarına şahid olduğum çox ətrafım var. Və düşünürəm ki, arada belə söhbət eləmək lazımdır. Bu dönəmlər bir çoxumuz üçün belə duyğusal boşluqlarda keçir. Çalışacağam ki, bu videoya çox edit eləməyim. Yəni gelişi gözəl danışım da. Bax indi edit eləyəcəm bu dedim deyə. Ya eləməyəcəm. Edit eləməyəcəm, belə paylaşacağam. Yəni ki, danışdığım şeylər içimdən gələnlərdir. Buna tam inana bilərsiniz. 20'li yaşlar çox qəribə yaşlardır. Özüm hələ 2 ildir 20'li yaşların içərisindəyəm, amma bu 2 ildə doğrudan da çox şey gördüm. İnsan ətrafında o qədər fərqli-fərqli mövqeylər görür ki, özünü hansı mövqeyə aid olduğunu bəzən tapa bilmir. Kimisi evlənir, kimisinin uşağı olur, kimisi özünə biznes qurur, zənginliyə doğru gedir, kimisi yeni bir uğrunu parladır, potensialını ortaya çıxardır, kimisi işləyir yaxşı bir yerdə və yaxud da normal işləyir sadəcə, kimisi magistraturaya qəbul olur, kimisi xaricə gedir. O qədər çox eyni yaşlarda olan insanların etdiyi fərqli aksiyonlar var ki, sən qalırsan belə bəzən ki, mən indi nə edim? Düzdür, bəlkə də sən o saydıqlarımdan birinin içindəsən artıq. Amma elə vaxt olur ki, o saydıqlarımın hər hansı birini etsən belə, yenə də özünü durğun, boşluqda və digər həyatlara baxan kimi hiss edə bilərsən. Mən özüm universiteti bitirdikdən sonra mayda bitirmişəm universiteti, yəni təzədir. Əynimə jaket geyindim, biraz nəsə sərin gəldi mənə. Bir də arxa fondan musiqi açdım. Ümid edirəm bu narahat edici bir səs yaratmaz. Deməli, mən universiteti maydan yox, iyun ayından bitirdim və ümumiyyətlə hələ bitirmədən öncədən iyun ayı boyunca və bu günə kimi işləməyə başladım. İş təcrübəsi qazandım. Hal-hazırda 3 işdə birdən işləyirəm və SM-im targetoloq olaraq fəaliyyət göstərirəm. Yəni həm SM-im, həm targetoloq olaraq fəaliyyət göstərirəm. Bu mənim üçün çox maraqlı bir təcrübə oldu, sözün açığı. Hələ də işləməyə davam edirəm və məni çox inkişaf elətdirən bir şey oldu. Yəqin ki, mən də həyatımda işləmək yönümünü seçmişəm, amma bununla yanaşı mənim bir çoxunuz bilirsiniz ki, münasibətim də var. Yəni düşünürəm ki, həyatda ya karyera, ya evlilik seçimi deyə bir şey yoxdur və yaxud da ya ailə, ya tək başına yaşamaq deyə bir seçim arasında qalmağa ehtiyac yoxdur. Əgər sən ikisini də etmək istəyirsənsə, ikisini də seçə bilərsən. Bu tamamilə təbii olan və real olan bir şeydir. Mən düşünmürəm ki, mənim karyera inkişafıma münasibətim nə zamansa zərər verib. Əksinə, əgər sizi dəstəkləyən bir insanla birlikdəsinizsə, bu hər zaman sizi qabağa aparan bir şeydir. Amma çox incə bir xətt var burada. Həyatınızı sevdiyiniz insana görə formalaşdırmayın. Sevdiyiniz insanla bir yerdə sırf onunla qurmalı olduğunuz həyat kimi düşünməyin. Məqsədlərinizi sadəcə onun üzərinə qurmayın. Bu sevgililikdən gedir söhbət.
Qızlar əsasən çox fədakar olurlar, çox tez bağlanırlar, emosional olaraq qarşı tərəfə bütün hisslərimizi veririk. Yəni bu fədakarlıq hər zaman məndə də olub. Bunu inkar edə bilmərəm və bilirəm ki, qızlar sizdə də var. Təbii ki, soyuqqanlı olan qızlar da var. Mən şəxsən onlarla qürur duyuram. Niyə qürur duyuram? İndi gəlin əyri oturaq düz danışaq. Kimə ki, dozasından artıq sevgi göstərsəniz, dozasından artıq dəyər versəniz, bu gəlir ən axırda öz başımızda çatlayır. Olur da bu, yəni həyatın qanunudur. Həyat Allahın yaratdığı sistem deyir ki, sən ən birinci özünə dəyər verməlisən, sonra Allaha dəyər verməlisən, səni yaradana dəyər verməlisən. Ondan sonra yaradanın yaratdığına dəyər verməlisən. Bu sistem bu cürə davam edir, yəni. Yaradana dəyər ver, özünə dəyər ver, daha sonra başqalarına dəyər ver. Hamısının da bir dozası var. Və bilirəm ki, məsələn, bir münasibətiniz bir şey pis gedəndə bu işə də yansıyır. Təhsilə yansıyır. Potensial sahənizə, istedadınıza, bacarığınıza yansıyır. Bu bilirsiniz də, dediyim kimi söhbət videosudur. Burada hər şeydən danışacağam. Düşünürəm ki, artıq 30 yaş plus qadınlar daha çox həyatda sınanmış qadınlar olur. Bu yaxşı mənada. Amma bir tərəfdən də üzücüdür ki, bir çox problemlə qarşılaşırlar. Hamımız qarşılaşacağıq, yəni. Və bərkiyirlər. Emosiyalarına daha çox hakim çıxa bilirlər. Amma 20-li yaş dönəmi elə bir dönəmdir ki, hər nə qədər çabalasaq da o emosiyalara sahib çıxmaq olmur. Hər şey belə pikdə yaşamalıyıq. Hər şey burdadır da, kulminasiya nöqtəsindədir. Bu nə edir? Tükədir insanı. Boşluğa salır. Gələcək qayğısını elə bir çəkirik ki, mən bilirəm indi qızlardan çoxsu yəni düşünür, mən neyniyəcəm, həm ailəmdən asılı olmayım, həm öz ayaqlarımın üzərində durum, həm pul qazanım, həm tək evə çıxım, ya da bəziləri deyir ki, necə eləyim, ailə qurum, sevdiyim adam düzgün adamdırmı, ya məni sevən bir gün olacaqmı? O qədər çox belə suallar olur ki, bilirəm, ağlınız daimən suallarla doludur. Fikirləşirsiniz ki, nə necə olacaq və yaxud da çox qızlar da addım atır, o qədər işləyir, yorğun düşür, özünə belə zaman ayıra bilmir. Bu tərəf də səhvdir, bu tərəf də səhvdir. Yaxşı, bəs biz orta yolu necə tapaq? Mən düşünürəm ki, təcrübələrimə əsasən orta yolu tapmağın tək bir belə deyim, yolu var. Özünü tapmaq, özünün kim olduğunu dərk eləmək, özünü olduğun kimi qəbul etmək. Bəlkə də bu sözləri çox eşitmisiniz. Hər məsəl üçün danışan deyir ki, özünə güvən, özünü sev, özün olduğun kimi qəbul et. Amma mən düşünürəm ki, bir çoxumuz əslində özümüzün kim olduğunu belə bilmirik ki, özümüzü necə qəbul edək, onu da bilmirik. Mənim sizə bir kiçik məsləhətim var, texnika deyək. Götürürsünüz bir dənə vərəqi, vərəqin başına böyük hərflərlə yazırsınız. Mən kiməm? Oturun elə indi. Bu videonu baxın, qutarın. Oturun, çayınızı qoyun. Mən kiməm? Amma səthi yanaşmayın. Birinci insan ağlına səthi düşüncələr gəlir. Mən filan bürcdə, filan peşəyə sahib, filan bacarıqlarda filan insanam. Yox. Bu deyil cavab. Sən indidə kimsən? Keçmişdə kim idin? Gələcəkdə kim olacaqsanın cavabı sən kimsəndən asılıdır. Dərinə en, daha dərinə, etiraf eləməkdən qorxduğun xarakterinə, qaranlıq tərəflərinə, insanlardan gizlətdiyin tərəfinə. Ha özünü gizlət. Yaradan ki səni bilir, necə bilirsən. Sən ki özünü bilirsən, şüur altına en. Əgər özünün kim olduğunu həqiqətən dərk eləsən, bir qapı açılacaq sənə, inan mənə. Çox qəşəng bir qapı açılacaq özünə. Hətta bir yox, bir neçədən qapı açılacaq. Və onu da deyim ki, sən bir nəfər olmaq məcburiyyətində deyilsən. Yaxşı, bəs bu nə deməkdir? Keçən günü çox sevdiyim bir türk psixoloq var. Sinan, ağ saçlı bir dənə
Kişidir, bəlkə görmüş olarsınız. Deyir ki, biz insanlar kimdənsə ayrılanda, münasibət bitəndə, sevgi münasibəti və ya dostluq münasibəti, pis olduğumuz şey itirdiyimiz o insan deyil. Həmin insanla ikən birlikdə yaratdığımız özümüz üçün. Yəni məsələn biz filan kəslə olanda necə xarakterdə idik. Onunla artıq münasibətimiz bitəndə bizim o xarakterimiz də itir. Doğrudan beləymiş. Yəni obrazlı şəkildə biz əslində yaşadığımız insanlara görə uyğunlaşıb yeni bir mən yarada bilirik. Düşündüm, doğrudan da çox məntiqli bir şeydir. Məncə də bu belədir. Deməli, qızlar, sənin kim olduğunu bilmək üçün yazırsan hər şeyi. Özün olduğun kimi qəbul edirsən və bu dəqiqə ən böyük problemimiz bilirsiniz nədir? Scrolling. Düzü mən indi hal-hazırda onu çox eləmirəm, amma əvvəl eləyirdim. Yəni evdə yatağında ya divanda uzanıb reels sürüşdürmək, TikTok Shorts, YouTube Shorts, saat gəldi, keçdi. Bəs bu gün edəcəyin şeylər axotum yoxdur, çöküşdəyəm, mental problemlərim var. Sizi mental olaraq çökdürən şey bilirsiniz nədir? Hərəkətsizlikdir. Bir aksiyoma keçməməkdir. Düşünürsünüz. Bu beyin nə qədər düşünsün axı? Düşünməkdən biz qızlar bəzən dəli oluruq. O qədər düşünürük. Mən bilirəm, qızlarda emosional olaraq hisslər daha hərarətli olur. Daha hər şeyi dərininə düşünürlər. Çünki oğlanların beyni nə qədər səthi düzdür, bilirsiniz. Qadınların amma neyronları və hormonal olaraq hissləri, hüceyrələri çox dərindir. Deməli, mənim sizə məsləhətim odur ki, sadəcə 2 dəqiqə. 2 dəqiqə görmək istədiyiniz bir işi görün. Ardı gələcək. Ayağa qalxın. Düşünməyi buraxın və beyninizi düşünməmək üçün məşğul edin. Çünki beyin sakit qaldıqca hər şeyi düşünür. Hər şeyi. Hər şeyi axışa buraxmağı, Allaha güvənməyi öyrənin. Əgər sizi incidən insanlar varsa, onları Allaha həvalə edin, çünki ilahi ədalət tapır yerini. Əgər maddi cəhətdən çətinlik çəkirsinizsə, bilin, Allah sonsuz bolluq və bərəkət sahibidir. Sizin pul qazanmaq üçün özünüzü belə full əziyyət verməyinizə ehtiyac yoxdur. Sadəcə özünüzün potensial sahəsini tapın. Hansı yoldan getsəm, mən pul qazana bilərəm. Oturun, düşünün, yazın, pozun, planı qurun, hədəfi qoyun, sonra hərəkətə keçin. Sadəcə o vərəqdə qalmasın. Bir addım atın. Vallahi ardı gələcək. Bircə addım. Və bir şey bitdisə, onu buraxmağı bacarın. Tutub saxlamayın. Çabalamayın. Çabalamalı olduğunuz tək şey özünüz üçün etməli olduğunuz şeylərdir. Bu həyatda ilk öncə özünüzü düşünün. Və indi gələk digər bir məsələyə, yetərsizlik hissinə. 20'li yaşlı qızlarda ən çox olan şey budur. Yetərsizlik hissi, gec qalmışlıq hissi, bacara bilməyəcəm hissi, mən heç kiməm hissi ya da mən kiməm, nə ilə məşğul olacam, bundan sonra nə edəcəm? Ən çox olan sualları dedim. Başqa suallarınız varsa da yaza bilərsiniz. Bunların hamısı bir yanılsamadır. Birinin 21 yaşında və yaxud 25 yaşında elədiyini biri 50 yaşında edir. Birinin 40 yaşında kəşf elədiyi şeyi biri 22 yaşında kəşf edir. Daha önə düşür. Digəri də gecikmiş sayılmır. Onun da vaxtı o vaxtı. Bu həyatda hər şey bir sistem üzərinə qurulub. Dostunuz biznes qrup irəliləyirsə, bu o demək deyil ki, siz artıq geridəsiniz, yetərsizsiniz. Xeyr. Bu o deməkdir ki, siz hələ ki buna hazır deyilsiniz. Məsəl üçün, maddi cəhətdən yüksəlişə. Birinci hazır hiss etmək lazımdır. Hazır hiss etmək üçün də hərəkətə keçmək lazımdır. Frekansınızı yüksəltməlisiniz. Təəssüf ki, belədir. Bu həyatda heç nə, belə deyim, özünüzə dəyər vermədən bütün günü evdə 4 divar arasında oturaraq ayağınıza gəlməz. Bəli,
puldur, bolluq, bərəkətdir, sonsuzdur. O sizə gələr, amma necə gələr? Siz də bir şey eləsəniz, yüngül bir şeydir. Yəni çətinlikdən danışmıram. Bir addım atsanız, məsələn, bir CV hazırlasanız, özünüzü inkişaf elətdirmək üçün təcrübə proqramlarına qatılsanız, yəni ki, heç nəyə gecikmiş deyilsiniz. Qatar çıxıb getmir. Gedən qatar varsa, deməli o zaten sənin qatarın deyil idi. Bunları unutma. Sən özəlsən. 10 barmağımızın hər birində fərqli barmaq izi var. Dünyanın bütün insanlarında da fərqli barmaq izləri var 10 barmaqlarında. Bilirsiniz nə deməkdir? Yəni heç kim bir-birinə bənzəmir. Hər kəs tək və özəldir. Heç kim bir-birinin eynisi deyil. Allah hərəyə ayrı bir hekayə yazmağa fürsət tanıyıb. Hətta belə bir söz var mənim çox sevdiyim. Deyir ki, Allahım, əgər taleyi yazan sənsənsə, bəs niyə mən dua edib səndən nəsə istəməliyəm? Zaten sən mənə taleyimi yazmısan da, nədirsə onu yaşayacağam. Deyir ki, sənin talih dəftərində bəlkə mən bugünkü vərəqə yazmışam ki, o nə dua etsə o olsun. Qulum nə dua etsə, bəndəm nə dua etsə o olsun. Əslində çox məntiqli deyil. Nə olsun ki, bir qanuna uyğunluqla düzəlib hər şey. Amma ixtiyar verilib ki, sən istəyəsən, arzu edəsən. Bəziləriniz istəməyi belə buraxmısınız. Həyatdan əlinizi üzmüsünüz, oturmuşsunuz ki, hə də məndə heç nə alınmır. Mən geridəyəm. Heç bir qapı açılmır mənə, bəxtsizəm, şanssızam. İstəyin. İstədikdən sonra istəyiniz üçün bir addım atın. Ümidiniz olsun. Yəni başa düşürəm. Çətin deyil. Yəni gəncik. Azərbaycanda gənc olmağın nə qədər böyük çətinlikləri var, nə qədər necə deyim, əksiklikləri var bilirəm. Amma plus tərəflər də var. Könüllülüklər var, inkişaf eləmək, sosial çevrə tapmaq üçün sertifikatlar da verir, hansı ki, təcrübə proqramları var. Pul verməsə belə çoxsu, gedib işi öyrənirsiniz, adınıza təcrübə yazılır, siz sonra yaxşı maaşlı bir işdə işləyə bilirsiniz. Kurslar var, onlayn kurslar var. Yəni sevdiyiniz işi tapıb onun üçün çabalaya bilərsiniz. Və bunlar qoyaq bir qırağa, inkişafı qoyaq bir qırağa. Duygusal olaraq, mental olaraq özünüzü toparlamaq istəyirsinizsə, evdən çölə çıxın. Evdə olan aktivitelər eləmək olar, amma birinci evdən çölə çıxın, sonra evə qayıdarsınız. Addımınızı bu havaya atın. Burnunuzdan dərin nəfəs almağı, diafraqmadan nəfəs almağı, sonra o nəfəsi yavaşca verməyi, o havanı hiss etməyi öyrənin. Yarımca saat gəzin, görün beyninizdəki duman necə azalacaq. Sonra gəlin, yazın. Hamıya yazmağı məsləhət görürəm. Qarşıma çıxanda hər kəsə görə biləcəyim tək məsləhət yazmaqdır. Yazın. İçinizdəkiləri tökün vərəqlərə. Not yerinə yox, əl yazma ilə yazın. Onun hissi başqadır. Onun sinirləri sakitləşdirməyə başqadır. Yazın. Gündəlik hadisələri və yaxud hisslərinizi və yaxud nə istəyirsinizsə onu. Əsas odur yazın. Mentallığınızı toparlaya bilərsiniz siz özünüz. Heç kim gəlib sizə əl uzatmaq belə deyim, məcburiyyətində deyil ya da sizin heç kimə ehtiyacınız yoxdur. Amma bu video qarşına çıxıbsa, ümid edirəm ki, mən sənə dediyim bu sözlər sənə bir əl uzatmış olar. Sən çox güclüsən əzizim. Düşün, bu günə kimi atlatdığın şeyləri düşün. Bu gün bura gəlib səni çıxardan vəziyyəti, səni bu gün sən edən keçmişini düşün. Və sonra denən, mən gələcək üçün nə edirəm? Mən bəs indiki anımı yaşaya bilirəmmi? Zamanımı necə dəyərləndirirəm? Zaman çox sürətlə axıb keçir, həqiqətən. Fikirləşirəm, mən yəni hansı ara universiteti bitirdim. Sanki dünən qəbul olmuşdum kimi gəlir mənə. Zaman çox sürətlə axıb keçir və ona görə insan özünü bəzən gecikmiş hiss edir, gec qalmış hiss edir, amma gec qalmırıq.
Hər şey öz vaxtında həyata keçir. Münasibətiniz sizi yerlə yeksan eləməsin. Düşüncələriniz sizi yerlə yeksan eləməsin. Sizə biri gətirib. Deməli qızlar, videonu paylaşmadan qabaq özüm izləyirdim. Baxdım ki, ortadan hardasa bir 10 saniyə hissəsi yoxdur. Növbəti gündən gördüyünüz kimi tamam fərqli bir vəziyyətdə həmin o videonun hissəsini çəkib o hissəyə əlavə edirəm. Nə deyirdim orada? Deyirdim ki, biri sizə bunu verdiyi zaman siz ona bunu verməlisiniz. Yəni miqdarında. Amma siz qızlar, yəni biz qızlar daha doğrusu bunun qarşılığında bunu veririk. Və buna görə də nə olur nəticədə? Hər şey bizim başımızda çatlayır. Çünki lazım olan, verilən dəyərə qarşılığındakı dəyərdən daha çoxunu veririk. Özümüzdən durmadan ödün veririk. Özümüzdən durmadan fədakarlıqlar veririk. Və nəticəsi də ki, göz qabağındadır, öz başımıza çatlayır. Bunu eləməyin. Öz hisslərinizi, öz duyğularınızı, öz emosiyalarınızı başqaları üçün bu qədər israf eləməyin. Onun yerinə özünüzə sərf eləsəniz, öz baxımlarınıza, öz gözəlliyinizə, belə deyim də pul qazanmağa, ondan sonra saç baxımı, nə bilim üz baxımı, əyləncə, qız dostlarınızla bir yerdə gözəl aktivitelər, özünüzə yaxşı gələn şeylər, məsəl üçün idmana, pilates və yaxud da fitnesə və yaxud yoqaya və yaxud da meditasiyaya xərcləsəniz daha məsləhətli olar. Demirəm, sevməyin, sevin. Amma həyatınızı da bir adam üzərinə qurmayın. Yəni 100 adamdan da getmir söhbət. Adamdan gedir söhbət. Yəni özünüzün üzərinə qurun, yaxşımı? Bu videonun ardı indi dünəndən davam edir. Özümüzün dəyərini bilməliyik bu həyatda. Bilməli olduğumuz hətta tək şey budur deyərəm. Öz dəyər, öz sevgi, nə istədiyini bilmək, həyatda hara gedəcəyini bilmək və hansı missiya üçün doğulduğunu bilmək. Bunlar hədsiz vacib şeylərdir. Bizim həyatda olma səbəblərimizdir. İndi qalx ayağa, get stolun başına keç, çayını qoy yanına, bir dəftər götür. İlk sual, mən kiməm? İkinci sual, mən kim olmaq istəyirəm? Üçüncü sual, mən bu yolda nə etmişəm, nə edirəm, nələr etməliyəm? Amma dərindən düşün yaz. Daha sonra inanclarına dönməyini istəyirəm. Bir insanın inancı olanda həqiqətən həmin insan çox irəliyə gedə bilir. Çünki inanc bu həyatda sənə hər şey gətirə bilər. Özünə inanc, daha sonra yaradana inanc və yaxud inancın başqadırsa, kainata inanırsansa ona inan. Manifestlər elə, dualar elə. Tək bir şeyi istə və onun olacağına inanıb axışa burax. Güvən. Təlaş içində olma. Təlaşlı olanda, bir şeyi çox sorğulayanda, niyə belə oldu, niyə elə olmadı deyəndə o sualın cavabları sənə daha da elə hadisələr yaşadaraq gəlir, yenə cavab ala bilmirsən. Şükür etməyi öyrən sadəcə. Necə? Şükür edəcək xırda detalları görərək, sonra gör necə böyük detallar gəlir. İnan bu sözümə, dəfələrlə bunu təcrübə etmişəm. Və qızlar, hər biriniz çox gözəlsiniz. Bu gözəlliyini gör. Özünün fərqinə var. Gözündəki işığın fərqinə var və o işığı heç kimin söndürməyinə icazə vermə. Parlamağa davam et. Sən səmada parlayan bir ulduzdan fərqlənmirsən. Par-par parılda. Hər birinizin çox xoşbəxt olmağını diləyirəm. Və bu söhbətimizin artıq sonuna gəlirik. Bundan sonra necə bir video çəkməyimi istəsəniz, bu video sizə necə hiss elətdirdi, onu da yazsanız sevinərəm. Hər birinizi çox sevirəm. Və bura Instagram adımı, burada TikTok adımı qoyuram. Məni izləməyi unutmayın. Növbəti videoda görüşənədək qızlar. Çoxlu öpürəm. Sağ olun. Qalxın oturduğunuz yerdən.